Salam əziz izləyicilərim. Bugün sizlərlə çiyələr mürəbbəsini paylaşacağım. Mən hər il bu formada eləyirəm. Həm dəndən qalır, həm də rəngi çox gözəl alınır, həm də özləri dəndən qalır. Videoda da göründüyü kimi. Əvvəlcə mövsümün ən gözəl çiyələklərini götürdük. Sonra isə başladım suda yumağa. Bir-iki dəfə yuyuram, qəşəngcə saplaqlarını çıxardıb təmizləyirəm çiyələkləri yaxşıca. Yaxşıca təmizlədikdən sonra şəkər tozunu əlavə eləyirəm. 1 kilo çiyələyə 1 kilo şəkər tozunu əlavə eləyib 3-4 saat saxlayıram ki, biraz suyunu buraxsın. Sonra isə qoyuram pəçə. Sonra isə gür ateşdə yarım saat qaynadıram. Gür ateş olmalıdır. Ateş az olanda həm rəngi qaralır, həm də özləri bərkir. Çiyələk bərkir. Ona görə tez bişirib çıxarmaq, götürmək lazımdır. Bu formada eləyib, sonra isə biraz baxdıqdan sonra limonun qabağını biraz doğrayıb üstünə atıram. Bir 5-10 dəqiqə qaynatdıqdan sonra kefini salfetka ilə götürüb qoyuram qırağa. Sonra isə digər qazanı əlavə eləyib, məndə 2 tava olmuşdu. Digər qazanı əlavə eləyib bişirməyə başlayıram. Qaynamağa başlayanda üstündən kefi götürürəm ki, təmiz mürəbbə alınsın. Bu formada çox tatlı, çox gözəl, həm görünüşü, həm rəngi, həm də dadı çox gözəl mürəbbə alınır. Siz də bu formada eləyib nuş eləyə bilərsiniz. Hələ də kanalıma abunə olmamışsınızsa, kanalıma abunə olun. Videonu bəyəndiyseniz like eləməyi unutmayın.